Salamünaleyküm, əziz dostlar, hörmətli torpaq sevərlər. Biz növbəti videolarımızla yenə sizin qarşınızdayıq. Mən sizə söz vermişdim ki, hər gün bir kiçik video çəkib Bakı şəhərində, Azərbaycan Respublikasında bu qablardan, bu orqanik qablardan hansı restoranlar istifadə edir, mən onların bir adları sizə çəkəcəm və deyəcəm ki, onlar hansı düzgün şəkildə istifadə edirlər, allatmırlar, insanları allatmırlar. O restoranlardan da biri Xırdalan dairəsində İsti Ocaq deyilən bir restoran var. Kəlbəzərli bir oğlan var. Əziz Kəlbəzərlilər, əziz millətimiz. Buyurun gedin orada. Bax, bu orqanik qablarda ləzzətli yeməklərdən yiyin, Yeməklərin dadına baxın. Həqiqətən də insan torpaqdan yaranmışdır deyə insan torpağa çox cəlb edicidir. Ona görə də torpaq qablarda istifadə insanın ümumi səhhətinə xeyirdir. Arıq oldu insan, mənim kimi belə kök oldu, fərqi yoxdur, dəxli yoxdur. Başa düşdüm, bu qablarda o qədər yemək yeyirəm. Yeməklər yeyirəm və şirin də olur, belə çox ləzzətli olur. Ona görə biraz məndə çəkartı olur da üzrlü hesab edən sizin narahat edirəm. Demək istəyirəm ki, bu qabların ən çox istifadə olunan yerlərində də biri Xırdalan dairəsində İsti Ocaq restoranı var. İsti Ocaq. Adını da, o kişinin adını da bilmirəm. Vallahi billahi Allah keçsin günahımızdan, reklam xarakterli değil bizim sözümüz. Yəni gerçəyi mən sizə deyirəm. Bax, o qablardır, o qablar. Hansı ki o qablar alova davamlıdır, açıq da davamlıdır. O qablar yerli malda var məndə, yerli istehsalda var, açıq da davamlılar. Gürcistan istehsalda var, Türkiyə istehsalda. Hamısı açıq da davamlı qablar var məndə. Gedin, yeyin, için ləzzətindən damaq tadınızı bilin. Bir də belə, onun belə bir tavası var. Həmin o açıq da davamlı qabın. Belə bir açıq qapağlı tavası var. Ağzına açıram ki, baxasınız. Açıq da davamlıdır bu tava. 30 santimetrdir. Yalan olmasın, burasının qalınlığı bir santa yaxın var, yalan olmasın. Birbaşa da alova davamlıdır. Dediyimiz sözlərin birində yanlış olsa, biz dediyimiz sözü tuturuq. Narahat olmayın, biz Allah'ın izniyle bu işi Azərbaycan Respublikasında Sədərək Ticarət Mərkəzində, yenə deyirəm, Allah'ın izniyle 17 il bundan qabaq biz qurmuşuq burada bu işi. Yəni bu işin ibtidaisini bilirəm mən. Azərbaycanda bu işlə kim məşğul olur, kim nətər deyirlər, hansı qabda yemək verir, saxsı qablarda kim geydirməklə məşğuldur, kim nətər deyirlər, belə adını çəkdiyim adamlar kimi düzgün şəkildə işləyirlərsə də mən onların hamısını bilirəm və hamısını bir belə video roliklərdə sizə izah edəcəm.